Hər vaxtınız xeyir əziz RTV izləyiciləri. Qarşınızda mən xanım Cavanşir qızı sizə gizli tarix rubrikamızı təqdim edirəm. 11-ci əsrin əvvəllərindən İsmailiyyət təriqətində başlayan parçalanmalar sonda təriqətin radikal qolunun, nizarilərin yaranmasına səbəb oldu. Artıq 11-ci əsrin sonunda nizarilər indiki Suriyanın, Livanın, İraqın və İranın dağlıq ərazilərində mərkəzi Əlamut qalasında olan dövlət qurdular. Onu da qeyd edək ki, Ərəb xilafəti tərəfindən amansız təqiblərə məruz qaldıqlarından nizarilər mübarizələrində terror aksiyalarından xüsusi məharətlə və həvəslə istifadə edirdilər. Belə danışılır ki, təriqət tərəfdarları terrordan qabaq həşişdən istifadə etdiklərindən onları həşişçilər adlandırırdılar. Və bu adlanma sonradan Avropada yanlış olaraq asasinlər, yəni qatillər kimi işlənməyə başlandı. Həsən ibn Səbbahin rəhbər olduğu asasinlərin gizli cəmiyyətlərində sərt idarə etmə və iyerarxiya mövcud idi. Xorasanda doğulan Həsən ibn Səbbah şair və mütəfəkkir Ömər Xəyyamla məşhur dövlət xadimi Nizam Əl-Mülklə bir yerdə təhsil alıb, cavanlıqlarında dostluq ediblər. Sonralar Alparslanın vəziri olan Nizam Əl-Mülkün köməkliyi ilə İbn Səbbah yaxşı vəzifə alsa da intriqa ilə məşğul olduğundan saraydan uzaqlaşdırılır və həbsə atılır. Onun edamı günü şəhərdə böyük bir məscid uçduğundan Səbbahın oğlu müqəddəs insan kimi azad edilir. Həsən ibn Səbbahın bundan sonra özünün naməlum asasinlər ordusunu qurmağa başlayır. Bu cəmiyyətdə aşağı təbəqəyə məxsus siravi asasin özündən yüksəkdə dayanan sahibinin hər əmrinə sözsüz tabe olmalıydı. Vaxt ötdükcə cəmiyyət üzvləri yalnız inama və əqidəyə görə ölümə getdiklərini inanmağa başladılar. Hansı terror aksiyasından qabaq Fədaya adlanan asasini Cənnət bağı deyilən bir məkana gətirir. Burada beynini həşişlə dumanlandırır və görəcəyi işə hazırlayırdılar. Bu yeri ziyarət edən məşhur Venesiyalı səyyah Marco Polo sonralar Həsənin yaratdığı cənnət güşəsi haqqında yazırdı. İki dağ arasındakı bu vadidə dünyanın ən gözəl gülləri, ağacları əkilmişdi. Parkın hər tərəfində müxtəlif arxitekturalı binalar, qızıl, xalça və ipək parçalarla bəzədilmiş köşklər inşa edilmişdi. Bura gələnləri oxuyub çalmağı bacaran gözəl qızlar qarşılayırdılar. Onların naz və işvə satmaqda tayları olmazdı. Qısası, Həsən buradan Məhəmmədin möminləri üçün vəd etdiyi cənnəti yaratmışdı. Cənnətə düşən gənc asasinlər burada narkotiklə havalandırılır və bir neçə günlük cənnətdən sonra ağacların yanına qaydırdılar. Buranı görəndən sonra onlar mütili ilə Həsənin cənnət vədi ilə ölümə hər an hazır olurdular. Əbdülrəhman Dəməşqli isə özünün yalançılıq sənəti əsərində Həsən ibn Səbbahın cürbəcür fırıldaqlarından yazır. Məlum olur ki, dağların sahibi təkcə cənnət nağılı deyil, həm də müxtəlif gözbağlayıcı üsullarla, ilğımlarla asasinlər arasında özünün tanrı obrazını yaratmağa nail olurmuş. Məhz buna görə də hər an onun əmrinə müntəzir 70 minlik asasinlər ordusu İrandan Skandinaviyaya qədər bütün dövlətlərin hökümdarlarının qorxulu röyası idi. Ağ paltarlı, qırmızı quşaqlı bu adamlar üçün qalalar, keçilməz dağlar, saysız-hesabsız mühafizəçilər maneə deyildi. Dağların qocası ömrünün sonuna qədər asasinlər ordusunu yaratdığı gündən 34 il ərzində qəsrini tərk eləməsə də, hər yerdə görən gözü, qılınc tutan əli vardı. Özü də bu sədaqət Həsənin ölümündən sonra da davam elədi. Bir dəfə üsyan qaldıran asasinlərin sultana tabe olması dəvəti ilə qəsrə elçilər gəlir. Rəhbər cavab əvəzinə elçinin yanında qəsrin hündür bürcündə keşikdə dayanan iki asasinə deyir: "Özünüzü aşağı atın." Hər iki fədai özünü qaladan aşağı tullayır. Rəhbər elçiyə deyir: "Mənim bu cür döyüşçülərdən ibarət 70 min qoşunum var. Bu da mənim sultana cavabım." 1256-cı ildə Monqolların məhv elədikləri asasinlərin əsrlər sonra hələ də mövcud olmaları haqqında kifayət qədər faktlar da var. Məsələn, 19-cu əsrdə belə bir fikir yayılmışdı ki, asasinlərin bir qismi Hindistana qaçaraq orada irsən qatil olan Taq nəslinin əsasını qoyublar. Bu gündə asasinlər haqqında real tarixi faktlarla yanaşı xeyli sayda uydurma olaylar, həmçinin rəvayətlər danışılır. Bəzi tədqiqatçılar Həsən tərəfdarlarının adlarını hətta bəşəriyyətin ən ağla gəlməz terror aksiyalarında və qətillərində çəkirlər. Bu fikirlərə inansaq, məlum olur ki, asasinlər Thomas Jeffersondan siyasi rəqiblərini aradan götürmək kimi sifarişlərə, İspaniyada kralları taxtdan salmaq kimi tapşırıqlara cəlb olunublar. Güya hətta 1-ci Dünya müharibəsinin başlanmasına səbəb olan Şəhzadə Frans Ferdinandın qətlinin sifarişini belə Almanlardan asasinlər alaraq icra ediblər. Bugünlük bu qədər əziz izləyicilər. Eyni zamanda, eyni məkanda görüşmək ümidi ilə. Sağ olun.